Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mühüm bir məlumatı diqqətinizə çatdıracağım. Öncə üstə gəl düyməsini vurub kanala abunə olmağı unutmayın. Əbülfəz Qarayevin qızının filminə qadağa qoyuldu. O filmdə Məsəti Gəncəvini əxlaqsız kimi göstərib. Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın Məsəti qısa metrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyulmasının səbəbi bəlli olub. Belə ki, rejissor və ssenari müəllifi Əbülfəz Qarayevin də qızı Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur. Azərbaycanın klassik ədəbi mədəni tarixində xüsusi mövqeyə malik olan Məsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir və etik normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Filmdə görkəmli şair Məsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərə çarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb. Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Gəncəvinin ideya mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulativ təqdimatlar və kontekstdən kənar mənalandırma cəhdləri müşahidə edilir. Dəyərli izləyicilər, qeyd edək ki, Suad Qarayev və sabiq Mədəniyyət Naziri Əbülfəz Qarayevin qızıdır. O, Instagram hesabında paylaşım edərək bildirib ki, Məsəti filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas gətirib və Suad Qarayeva özü də paylaşımında qeyd edib ki, filmdə Məsəti obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir və rəqs edir və eyni zamanda bir kişi ilə romantik münasibət yaşayır və qeyd edək ki, dəyərli izləyicilər, Məsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq Azərbaycan Respublikasının Kino Agentliyinin Bədii Şurası tərəfindən bu filmin lisenziya verilməsi və qeydiyyata alınması məqsədə uyğun hesab edilməyib. Ümid edək ki, bu bədii şuralar efirlərimizdəki başqa mədəniyyətsizliklərə də aydınlıq gətirəcəklər, münasibət bildirəcəklər.